Salam əziz kanal izləyicilərimiz, kanalımızda xoş gördük sizləri. Bu günlərim sizə fosfolin dərmanı haqqında danışmaq istəyirəm. Fosfolin nə işə yarayır, tərkibində hansı maddələri var, hansı heyvanlar üçün nə qaydada, nə cür istifadə olunur, bu haqda geniş şəkildə danışmaq istəyirəm. Əvvəlcədən ənənəyə sadiq qalaraq YouTube kanalımıza abunə olursunuz. YouTube kanalımızın adı Ferma, məsafə buraxaraq A hərfi yazırsınız. Kanalımızın loqosunu gördükdə daxil olursunuz videolar bölməsinə. Burada yerləşdirdiyimiz bütün məlumatları ətraflı şəkildə izləyə bilərsiniz. Eyni ilə də kanalımızın TikTok səhifəsi də fəaliyyət göstərir. TikTok səhifəsində bizi axtarmaq üçün Amil Veteriner yazırsınız və kanalımızın loqosu qarşınıza çıxır. Səhifəyə daxil olaraq dərmanların qısaca təlimatları haqqında deməli məlumatlar yerləşdirmişik. Bu videoların da hamısını izləyə bilərsiniz. Ən əsas da kanalımıza abunə olun və ətrafdakı insanlarla paylaşımlar edin. Deməli yoldaşlar, bugünkü mövzumuz fosfolin dərmanı haqqındadır. Fosfolini çox insanlar vitamin kimi tanıyır, amma fosfolin vitamin deyil. Fosfolin fosfor birləşmələrindən ibarət olan mineral baytarlıq preparatıdır. Yəni minerallardan ibarət olan maddələr mübadiləsini normallaşdıran baytarlıq preparatıdır. Bu dediyim cümlənin biraz da açılışını, biraz da izahını verim ki, sizlər üçün daha aydın olsun. Deməli yoldaşlar, fosfolin iri buynuzlu heyvanlarda, istər inək olsun, istər boğazlıq mərhələsində olsun, istər təzə doğmuş heyvanlar olsun, istər buzovlar olsun, təzə doğulmuş buzovlar olsun, fərq yoxdur. Qoyun quzu sistemində, bordaq danalarda ən əsası vacib olan məsələ bordaq dana sistemində çox geniş şəkildə tətbiq olunan dərman preparatıdır və həmişə də istifadə edib, həmişə də müsbət təsir aldığımız bir mineraldır. Deməli, fosfolin heyvanlarda fosforun kəskin və xroniki çatışmamazlığı olan xəstəliklərdə istifadə olunur. Fosfor çatışmayanda heyvanlarda hansı proseslər, hansı xəstəliklər baş qaldırır, bunlarla tanış olaq. Birinci növbədə inəklər haqqında danışırıqsa, deməli kalsium və fosfor çatışmamazlığı zamanı süd verən inəklərdə südün azalması və hipokalsemiya görə bilirik. Hipokalsemiya elmi dildədir, lori dildə desək parez xəstəliyi, iflic xəstəliyini görə bilərik. Həmçinin, yəni fosforun çatışmamazlığı əzələlərin zəif inkişafını görə bilərik, əzələlərin müqavimətinin azalmasını görə bilərik. Yəni bunlar hamısı fosfor çatışmamazlığı nəticəsində meydana çıxan bir xəstəliklərdir. Həmçinin yoldaşlar, fosfolin harda istifadə olunur? Xüsusən, yəni çoxlarımız saxlayırıq bordaq heyvanları, yem heyvanlarını. Yemin belə deyək də artırılıb azaldılması nəticəsində və xüsusən çiğ yeyən heyvanlarda mübadilə prosesi pozulur. Yəni mədə durğunluğu müşahidə edə bilirik ki, bu da qəbizlik kimi özünü göstərir. Yəni bu zaman fosfor bizim köməyimizə çatan bir mineral baytarlıq preparatıdır. Həmçinin iri heyvanlarda ketoz, asidoz, alkaloz nəticəsində süd məhsullarlığının azalması zamanında istifadə olunur. Yoldaşlar, ketoz, asidoz xəstəliyi belə deyək ki, qaraciyərlə bağlı olan mübadilə prosesinin zəifləməsi, artması və azalmasıdır. Həmçinin mədə turşuluğunun artması və azalmasıdır. Yəni bunlar hamısı kalsium və fosfor mübadiləsinin pozulması nəticəsində meydana çıxan bir prosesdir. Xüsusən də inəklərdə südün azalması və bu saydığımız xəstəliklərin nəticəsində heyvanın peynində belə deyək, ishal görə bilərik və yaxud heyvanın peynində həzm olunmamış yem qırıntılarını, yem qalıntılarını görə bilərik. Yəni bunların hamısı bəsit bir kalsium fosforun çatışmamazlığı nəticəsində ortaya çıxan bir əlamətlərdir. Xüsusən də yoldaşlar, çoxlarımız qarşılaşırıq və yaxud da hardansa eşidirik ki, yeni doğulmuş heyvanlar ayağa qalxmaqda çətinlik çəkirlər və yaxud da ki, sümük sürümündə çox çətinlik çəkirlər, sümük inkişafları çox zəif gedir. Bunların da hamısı natrium və fosfor çatışmamazlığı nəticəsində meydana gələn deməli pozuntulardır. Və bəzi halda fosforun çatışmamazlığı sinir sistemində də özünü göstərir. Heyvan aqressivləşir və yaxud anormal hərəkətlər edir. Yəni bunlar zamanı, bu xəstəliklər zamanı bizim köməyimizə fosfor mineralı çatır. Xüsusən dişi heyvan saxlayanlar, sağmal işi ilə məşğul olan insanlar ki var, onlar heyvanların döl verimindən şikayət eləyirlər. Hansı ki deyirlər ki, heyvanım doğubdur, 5 aydır, 6 aydır, deməli buğuya gəlmir və yaxud da buğuya gəlirsə tutmur. Yəni bunların hamısı fosfor yetməməzliyi sayəsində meydana çıxan prosesdir.
Həmçinin yoldaşlar, bir çox xəstəliklər vardır ki, hansı ki biz ona Paris xəstəliyi deyirik, İvlic xəstəliyi deyirik və yaxud da müəyyən bir xəstəliklərdən, müəyyən bir hallardan yaranan bir əlamətlər ki çıxır ortaya, heyvan ayağa qalxa bilmir, əzələ sistemi zəifləyir. Bu halda da biz fosfalindən geniş şəkildə istifadə etməliyik. Dərmanın özəlliklərindən birini də qeyd edeyim ki, yoldaşlar, xüsusən yay aylarında və yaxud da hansısa bir xəstəliklə əlaqədar olaraq heyvanların anemiyasında dəstəkləyici olaraq istifadə olunur. Anemiya, yəni ki, qan azlığı xəstəliklərində, qanın parçalanması ilə müşahidə olunan xəstəliklərdə çox gözəl əvəz olunmaz nəticəsi var. İndi isə yoldaşlar, keçək dərmanın istifadə qaydasına ki, hansı heyvanlara nə cür istifadə etmək lazımdır. İlk öncə deyim ki, fərq yoxdur. İstər iri buynuzlu heyvanlar olsun, istər xırda buynuzlu heyvanlar olsun, dərman əzələ daxili, dəri altı və vena daxili, yəni damardan istifadəsi mümkündür. Yoldaşlar, dərmanı xəstəliyin dərəcəsindən, ağırlığından asılı olaraq gündəlik və yaxud da gün aşırı şəkildə vurmaq mümkündür. Hətta dərmanın dozasını müəyyən miqdarda yüksəltmək də mümkündür. Və dərmanın ən əsas gözəl özəlliklərindən biri də süddə və ətdə qalma müddəti 0 gündür. Yəni nə süddə qalmır, nə də ətdə qalmır. Arxeyin şəkildə də heyvanların boğazlıq dövründə də istifadə etmək mümkündür. Əlavə olaraq da dərmanın digər mənfi təsirləri yoxdur. Yəni dediyim kimi ilk başdan nə cür demişdim, dərmanın yalnız və yalnız müsbət təsirlərini görə bilərik. Bu dərman çox gözəl dərmandır. Bordaq sistemində də istifadə olunur, sağmal sistemində də istifadə olunur, buzovlarda da, qoyun-quzu sistemində də mükəmməl şəkildə nəticə verən mineral baytarlıq preparatıdır. Hətta mən deyərəm ki, yoldaşlar, əsasən də bordaq dana sistemindən danışırıqsa, bordaq danada müalicənin böyründə, yəni müalicə ilə yanaşı paralel şəkildə, antibiotiklərlə paralel şəkildə fosfalini istifadə etsəz, gözəl nəticələr əldə etmiş olarsınız.